Bəs deyim ki, bax mən gəldim hipnoza. Özümlə bağlı bir şey bölüşüm sizlə ümumiyyətlə. Deməli mən özüm aktiv yoga ilə, meditasiya ilə, nə bilim, gəzməklə, bunların hamısını bacardım, nəfəs terapiyası. Nə bacarıramsa hamısını eləyirəm də. Travmalarım, məsəl üçün qabıyanda uşaqlıqda olan bir hadisə yadıma düşübsə, dərhal onun üstündə işləyirəm, onu məhv eləyirəm. Səhər o hadisəni xatırlamıram. Keçən həftə kiməsə nəsə deməmişəmsə, yenə də onun üstündə işləyirəm. Qəbullanıram, sakit var. Amma misal üçün belə bir şey var ki, elə bir bunları eləyirəm, elə bir şeylər, məsələlər çıxır ki, heç mənim ağlıma gəlməzdi o. Bədən dilini analiz eləyə danışdığınız Okay, zaman. eləyin. Bunları həll eləyirəm. Aha, özümə gətirirəm. Həll eləmirsiniz, yığırsınız. Əslində həll eləmirsiniz. Aha. Mən bir tələbəm var. O da tam da sizin kimidir. Nə texnik olaraq öz üzərinə tətbiq eləmək istəyir. Anında bir terapiyanı eləmək istəyir ki, bir problem tapım, bir kök səbəb tapım. Bunun kök səbəbini tapmadan həll eləyə bilmərəm, getməməlidir. Hər şey həll eləyə bilmərik. Hər şey psixoloji seansını eləyə bilmir. Məsələn, pasiyent olur, gəlir, deyir ki, bu problemi həll etmək istəyirəm. Bu dəqiqə sən psixoloji narahatlıq yaşamırsan. Bunu həll etmək istəyin əslində başqa bir məsələdir. Onun üzərində işləyə bilərəm səndən. Mən sən gerçəkçi olmalıyam bu mövzuda. Çünki səni bir illüziyaya sala bilmərəm, yaşaya bilmərsən o illüziyada. Oradan çıxdığın zaman sənin üçün neqativ hadisələr cərəyan eləyə bilər beynin üçün. Bu da onun kimi bir şeydir. Yəni əslində eləmirəm. Əslində eləmirsiniz. Əslində yəni onun üzərinə gedərək ondan qaçırsınız belə deyək. Yəni ondan gizli olduğunuzu göstərirsiniz əslində. Amma içinizə atırsınız, içinizə yığırsınız. Gördünüz cümləni? Aha, həll edirəm ha. Eləmirsiniz, yığdınız, atdınız içinizə. Okay. Yaxşı, onda necə həll etməliyəm onu? Belə deyim. Sizə baxın, psixoloji problem, psixoloji pozuntu nədir, onu anlamaq lazımdır. Bu bizim gündəlik, ictimai, sosial, şəxsi həyatımıza zərər verirsə həll etməliyik. Vermirsə eləməməliyik. Kiməsə hansısa bir sözü deməmişəm. Okay. Bu mən hansı fəaliyyət limitdədir? Heç bir şey. Bu mənim məsəl üçün kaş ki deyərdim. Egomu tətmin eləmək istəmişəm. Onu həll etmək lazımdır. Siz bax o kök səbəbi həll eləmədikcə ona bənzər bir çox şaxələr görəcəksiniz. Və hər birini bir-bir kəsəcəksiniz, amma o ağac yenidən düzələcək. Siz bunu həll etdiyiniz zaman bunlar olmayacaq. Hipnoz bunu eləyir. Bax bunu demək istirdim mən sizə. Hipnoz onda kömək edir ki, səbəbi gedim. Bəli. Məsələn, ən məşhur və psixologiyanın özəy terapiyası nədir? Koqnitiv davranış terapiyası. O nə edir? Yəni duyğu, idrak davranış terapiyası. Davranışdan başlayır, düşüncəni və duyğunu dəyişdirir. Hipnoz isə tərsinə gəlir. Duyğu, düşüncə, davranışı dəyişdirir. Çox maraqlıdır.